Bəli. Eşitdiyimiz qədərilə Azərbaycanda ilk dəfə olaraq bu Çin avtomobillərinin ehtiyat hissələrinin qarantili satışı sizdə mövcuddur və buna start vermisiniz. Zəhmət olmasa bizə bu barədə məlumat verərsiniz. Ümumi olaraq ölkə daxili deyirəm və ölkə xarici deyirəm, elektron malların satışının heç bir yerdə qarantisi yoxdur. Biz birbaşa istehsalçının, zavodun özü ilə olaraq əməkdaşlıq edirik, yəni Çinin özündən danışaraq müqavilə əsasında olaraq Azərbaycana birbaşa birinci stok, yəni birinci əl haradırsa oradan parakəndə və topdan satışını həyata keçiririk. Bununla da bağlı olaraq Çin avtomobillərinin satış olacaq, istər elektronika, istər mexaniki şəklində olacaq bütün ehtiyat hissələrinin hər birinə tam zəmanətli şəkildə qaranti verilir. Yəni siz servislərin özünə yaxınlaşsaq, hansısa bir satış məntəqələrinə satış yaxınlaşanda ki, biz Çin avtomobillərinin hansısa bir ehtiyat hissəsini əldə etmək istəyirik. Birinci, çox insanlara absurd bir fikir gəlir ki, Çin avtomobili orijinal ehtiyat hissəsi ara. Amma xeyr, elə deyil. Avtomobilin hara istehsalatçısı olur-olmağına baxmayaraq, o avtomobilin özünə məxsus olaraq orijinal və niyə orijinallığı var da, belə deyim, tam zəmanətli şəkildə və məhsulları da var, zəmanət verilməyən məhsulları da var və bir də ki, Çin avtomobili olmağına baxmayaraq o məhsulların tam orijinal malları var. İnsanlar fikirləşirlər ki, düşüncə yaranıb ki, Çin avtomobilində necə ola bilər ki, orada orijinal məhsullar olsun? Xeyr, belə deyil. Çin avtomobillərinin tam zəmanətli və orijinal məhsulları var ki, siz onu alırsınızsa, zəmanət də verilir. Və mən tövsiyə görərəm ki, Çin avtomobilləri idarə edəcək hər bir kəsə buradan üzmanlara deyirəm ki, siz məhsulun elektron və mexaniki şəklində hər hansısa bir ehtiyat hissəsini əldə edirsinizsə, etdiyiniz halda onun sizə qaranti kağızı verilməlidir. Onun sizə möhürlü şəkildə, peçatlı şəkildə bir hansısa bir qanuni şəkildə, qanun çərçivəsində bir çərçivədə olaraq sizə bir nəsə təqdim olunmalıdır ki, biz bunu veririk və sizin aldığınız ehtiyat hissəsinin parçanın hər hansısa bir problemi çıxanda siz yaxınlaşıb ona yenisi ilə əvəz edə bilərsiniz və yaxud da ki, pulunuzu geri tələb edə bilərsiniz. Mən təklif edirəm ki, işlədisə qoy üstünə, işlədisə mal sənindir, işləmədisə mənimdir, söhbətinə getməyin. Tam zəmanət kim verirsə onun arxasınca getsinlər. Onun üçün də bir çox iş adamları var ki, belə deyim, fırıldaqçılar var ki, onlara bu sərf eləmir. Çünki elektron malların heç yerdə qarantisi olmadığına görə onlara sərf etmir ki, elə bir şeylər olmasın ki, biz qaranti, siz bizdən zəmanət tələb edəsiniz. Amma mən təklif edirəm ki, zəmanət talonunu tələb edin və zəmanətli şəkildə məhsulları satın. Yaş, bu ehtiyat hissələrində nələr daxildir? Zəhmət olmasa bunlar barədə qısa məlumat verin. Bu ehtiyat hissələrinə istəyirsinizsə, askı sistemləri, alt işlək ehtiyat hissələri, amortizatorlar, alt işlək ehtiyat hissələri daxildir. Misal üçün, Çanqan avtomobillərinin tormuz qəlbləri var ki, bunlar Azərbaycanda biri var ki, tormuzlanma zamanı qoyursunuz üstünə, heç bir ehtiyat verilmir, orada səslər əmələ gəlir. Tormuzlanma zamanı istifadə etdiyiniz halda orada müəyyən bir səslər əmələ gəlir. 5000 kilometr yetməmiş. Amma biz onu dəyişirik, üstünə qaranti veririk ki, bir neçə min kilometr idarə edə bilərsiniz, problem olsa yenisi ilə əvəz edirik. İstəyir termostat olsun, istəyir su qovucu olsun, istəyir elektron və mexaniki şəkilində olsun ki, hər birinin parastopuna qədər, kuzov sisteminə qədər hər birinin qarantisi var. Hətta hava filtrləri var ki, 5 manata da satılan yeri var, 15 manata satılan yeri var. Əlbəttə ki, 5 ilə 15 arasında böyük bir fərq var. Ona görə mən məsləhət görürəm ki, istər kuzov sistemi, istər elektron sistem, istər mexaniki şəkildə satılan ehtiyat hissələrinin hər birinə zəmanət tələb olunsun. Təşəkkür edirəm sizə. Çox sağ olun, minnətdaram. Bizə də.